Herkese salam dostlar, mən Games Aze. Bugün Age of Story 2 Congress 2.1 versiyonunda Azərbaycanla yenidən sizlərlə birlikdəyim. Dostlar, bugün 3-cü bölümü oynayırıq və tez keçək özətə. Keçən bölüm nə etmişdik? Keçən bölüm alınızda yadınızdarsa, bildiyimiz kimi ölkələrlə, ətraf ölkələrlə əlaqələrimizi gücləndirdik. Türkiyə, İran, Rusiya, Orta Asiya, Çin, Avropa və hətta Amerikaya qədər də bir-iki tur bir-iki əl atdıq. Onlarla əlaqələrimizi gücləşdirdik dostlar. Ancaq belə baxıram ki, daha çox Asiya yanlı bir ölkə yolunu irəlilədiyimizi görürəm. Ona görə də artıq bunu necə etmişiksə elə də davam elətdirək. Avropa yanlı olub da daha çox çətinliyə düşməyək dostlar. Və artıq yavaş-yavaş ordu bastıq, ekonomimizi yüksəltdik. Ermənistana torpaqlarını aldıq və işğal etdik. Bütün hamısını öz əlimizə keçirdik. Keçmişdəki kimi öz torpaq bütünlüyümüzü qazandıq və Türkiyə ilə bir müttəfiqlik imzaladıq və 79-80% güclü bir əlaqələrimiz var dostlar. İndi keçən bölümdə ən son nə etmişdik? Dediyimiz kimi bir sonraki bölümdə, yəni ki bu bölümə əsas hədəflərdən biri də Pakistanla əlaqələrimizi gücləşdirmək oldu və Pakistanla bir müttəfiqlik imzalamaq lazımdır. Türkiyə ilə də əlaqələri yaxşıdır. Artıq bir neçə operasyonlar da eləyəcəyik ki, bu bağ kimi də bəlkə istifadə oluna bilən bir şeydir. Tam dəqiq bilmirəm, amma indi düşünəcəyik. İlk öncə yatırımlarla başladıq. Ekonomi, daha doğrusu texnoloji araşdırma yatırımları ilə başladıq. 2032-dən Türkiyə ilə əlaqələrimiz yaxşıdır. Misir nə əlaqə? Misir oranı aldı bax. Türkiyənin zənnimcə ki, hədəflərinin qarşısını kəsmək üçün Misir ora gəldi və orada Türkiyə, Bulqaristanı işğal etdi və bu da yeni bizim artıq missiyamıza hərəkətə gətirən bir şeydir. Daha işimizə gələcək, həm Türkiyə ilə Pakistanın bir araya gətirə biləcək bir rahat istifadə edəcəyimiz bir məsələ ola bilər. Misir, Bulqaristan məsələsi hər nəysə. Keçən bölümdə artıq yatırımlarımızı elədik. Ölkəmizi böyütdük, 48-ci illiyə qədər gətirdik, çıxartdıq. Ardından 2022-dən bəri oynayıb deyəsən, belə olur. Və 33-cü ildəyik, artıq 12 il içərisində ölkəmizi çalışdıq, reallıqlar dairəsi çərçivəsi içərisində, yəni başqa youtuberlər olsa, başqa bir vaxt olsa, təbii ki, artıq ilk bölümdən Qafqazı alar falan, ancaq mən belə etmədim. Yavaş-yavaş reallığa əsasən demokratik bir ölkə olaraq, həm də ilişkiləri, ölkə münasibətlərini diplomatik yollarla gözəl bir həllə çatdırdım və diplomatlarımıza təşəkkür edirik, təbrik edirik və onlar nəticəsində biz doğru bir yol tutduq. Azərbaycanı belə gelişdirməyə başladıq dostlar. Və artıq başlayaq. Pakistanla əlaqələrimizi yaxşılaşdıraq. Pakistanın bildiğiniz kimi öncəlik hədəfi Keşmirdir. Keşmir almaq üçün də təbii ki, Hindistanla səhv etmirəmsə təkcə Hindistanla savaşmalı olacaq. Hindistanla müharibə içərisində olmağı görsənir. Amma ki, hələ bunun üçün çox zaman var. Biz isə öz yolumuza davam edək. Dediyimiz kimi, Pakistan falan digər ölkələrin də dərdlərini biraz düşünürük. Bu da bizim demokratik və reallığa əsasən bir oyun apardığımızı göstərir. İndi ilk öncə ordu və ordu baxımına ayıracağımız pula baxaq. Gördüyünüz kimi, burada çox da varmır pul, amma 4300-lük bir ordumuz var. Ətraf ölkələrimizdə əlaqələrimizi gücləşdirdik. Türk ölkələri ilə, Orta Asiya ilə və əslində Pakistanla və artıq %50 dostluq ölkələr, amma ki, müttəfiq olmaq üçün biraz uzaqlıq var, bir də güc zəifliyi var, amma hələ ki, onlar da əlaqəsi yaxşıdır və Qafqazda artıq hegemoniyamızı saldıq, gücümüzü göstərdik Qafqazda və indi isə əsas məsələ Kürdistan. Kürdistan Qafqazda Ermənistandan belə daha az ilərləyişə sahibdir və bu ekonomi ilə, bu nüfuzla ölkəsini, bu ekonomi ilə, bu yolla ölkəsini insanlarını azındıracaq bir cümlə salır və ona görə artıq bizim də oranı Türkiyə ilə birlikdə ikili bir müttəfiq ilə oranı işğal etməyə zamanı gəldi və oranı öz torpaqlarımıza qatmaq deyək ki, işğal yox. Mədəniyyətcə öz torpaqlarımıza qatmağı düşünürəm. İlk öncə 300.000 nüfuz, 17 yarım ekonomi. Bizə nə qədər ordu lazımdır? Haradasa Türkiyə zaten girəcək, həll edə biləcək. Bizə 4000 var. Haradasa bir 4000 daha ordu basmaq lazımdır. Onu da Ermənistan torpaqlarından eləyəcəyik
Bəli, buradan 5000 ordu tamamilə yeter. Bunu Bakıya göndərək. Alt yapılarımızı da etmişdik səhv eləmirəmsə. Bəli, burada da bir ədəd Göbək Qırma Kulesi inşa edək ki, hər ehtimallardan bilinsin. Burada da bir ədəd Göbək Qırma Kulesi inşa edək, orduları görə bilək. Rusiya bu arada Rusiyanın da ordularını çəkib və indi isə Gürcüstan üçün artıq sərhədləri hesablayaq. 1, 2, 3, 4, 5 ədəd. 5 ədəd. Əlimizdə 9300, bunu bir 10.000 eləsək daha gözəl olar deyə düşünürəm. 10.000. İndi 5 yerə böldüyümüzdə hər torpağa 2000'lik ordu düşür. Bunları elədikdən sonra videoya davam edək. Bəli dostlar, orduları yerləşdirdim və qaldığımız yerdən davam edirik. İlk öncə indi baxacağıq 2034-cü il girdi və artıq texnologiya gəlib almışlar. Ordu baxımını 5 eləyəcəm, saldırı bonusunda 6 eləyəcəm. Saldırı bonusu da önemlidir bu oyunda, çünki bu çətin bir bölüm. Çətin bir oyun. 2.1 versiyonu biraz daha da çətinliyə doğru gedir və artıq 100.000 dukatımız var. Geridə Gürcüstanla bir savaşa başlaya bilərik. 3 tur içərisində Gürcüstanla savaşa başlayacağıq. Dostlar 2, 1 və 0. Artıq hücumlara davam edək. Heç bir şey gözləməyək. Zaten orduları da çox yoxdur kimi görsənir və ilk turdan daha 4 torpaq fəth etdik dostlar. Türkiyədə hərəkət edəsə daha gözəl olar deyə düşünürəm. Türkiyədə deyəsən girdi və burada bir ordu göndərək. Burada belə, oradan da hücumlara davam edək. Təbii ki, Türkiyə ilə torpaqları alacağıq və bəli, düşdü. Yarısı bizdə, yarısı Türkiyədə. Çox gözəl bir iş oldu bu. İndi isə barış. Hardasa ümumi 4101 şəhid oldu. 12 gün içərisində Türkiyə ilə Azərbaycan birləşərək buranı fəth etdi. İndi ilk öncə bizə aid olacaq torpaqlar və Türkiyəni belə bir düşünək. Batumi torpaqları orada gedəcək. Bizə Tbilisi ilə bura belə düşəcək. Qalan torpaqlarını da Türkiyə oranı alsın. Bizə düşən torpaq və ortada bir ədəd İran alsaq. Yəni, belə qalsa daha yaxşı olur. Hər nəysə, oranında biz alarıq və beləcəkdə yarı-yarı bölmüş olarıq. Gürcüstanla da taleblərə göndərdik və qəbul olundu. Artıq Gürcüstanla deyə bir yer qalmalı düşünürəm. 40'dan sonra oranı işğal edəcəyik. Dostlar, bu torpaqları da asimilya edək. Azərbaycan topluluğu olsun, qalanlarda. Çox gözəl. İlk hədəflərimiz də, planlarımız da bir neçəsi yerində həyata keçirdik. Türkiyə artıq yavaşdan yüksəlməyə başladı. Bizdə zaten Türkiyə o torpaqları alsaq da almasaq da Qara dənizə açılırıq Türkiyə üzərindən, çünki bizdə müttəfiqdir. Bəli dostlar. İndi isə Pakistanla əlaqələri yüksəltmək Pakistanla birlikdə olmaq lazımdır. Ona görə onlara həm dəstək verəcəyik, həm də gücləşdirəcəyik. Biz səncə Türkiyəyə, Türkmənistana daha doğrusu hücum elədikdən sonra Əfqanistana Pakistanla birlikdə hücum edə bilərik və ya birbaşa Pakistanla da Əfqanistana savaşdıra bilərik. Hər nəysə artıq onu da görəcəyik. Bəli, hələ şey yoxdur. Niyə ola bilmirik? Bu arada bir baxım. Niyə ola bilmirik? Puan sınırlar arası uzaqlıq olmuyor. Gerekliliklərdən bilirik. Niyə? Çünki Türkiyə ilə arası pisdir. Hər nəysə, artıq Türkiyə ilə də Misir savaşı olduğunda biz Pakistanı da devrəyə qatacağıq. Pakistanda müttəfiq olmasaq da belə diplomatik olaraq birlikdə 3 qardaş kimi ilerləyəcəyik dostlar. Göndərib ala bilsək. Sonunda oranda aldıq, heç bir şey vermədən, ordu itirmədən oranda torpaqlarımıza qatdıq və xeyirli uğurlu olsun. Azərbaycanın 26 əyalətli yeni dünya üzərində yeni torpaq siyasətini elədik və o keçmiş torpaqlara geri dönürük. Yavaş-yavaş artıq hərəkatlarımızı tamamlayırıq. Niyə Gürcüstanın torpaqlarını almadım? Oradakı ekonomi və nüfuz da bizə yardım ola bilərdi. Amma ki, ehtiyac yoxdur. Türkiyə artıq yanımızda olduğundan görə, Pakistan da yanımızda olduğuna görə artıq çox da torpağa gücə ehtiyac qalmadığını düşünürəm. Amma Gürcüstan səfəri qaçınılmazdır deyə düşünürəm. Onda çünki Gürcüstanın üzərindən də təkcə buradan ordu basıb girə bilmərik. Gürcüstandan, daha doğrusu Türkmənistan. Bayaqdan Türkmənistan yerinə Gürcüstan deyirdim.
Türkmenistan üzerinden de bir neçə torpaqdan oradan da biz basa bilərik və ya izin alıb bu alanda girə bilərik dostlar. Və yaxud da Türkmenistan, Azərbaycan, Türkiyə və Pakistan olaraq 4 tərəfdən də saldıra bilərik. Bütün ehtimalları düşünəcəyik və ən yaxşısını həyata keçirəcəyik. İndi isə araşdırma dövründə, araşdırma yönətməsi gedək. Artıq yapay zəka texnologiya bölümü gördüyünüz kimi geriləmişik. Yəni digər torpaq ölkələrdən çox gerilik. Onlar çox böyük yeni, artıq 2030-2040'larda yeni tapılmış texnoloji alətlərlə savaşırkən silahlardan biz hələ də normalda qalan 2025 silahları ilə savaşırıq dostlar. Bu da bizi çox geriyə götürür. Yapay zeka dövründən geri qalırıq demək olar ki. Və artıq yavaş-yavaş da 74 oldu. 44-cü səviyyəyə gəldik. 74, 75 oldu, 2036-cı il 1230-cu tur 75. Bu pulun hamısını xərcləyəndən sonra bunu xərcləyim, bitirim və sonra yenidən davam. Və dostlar, qaldığımız yerdən davam edirik. Hamısını bitirməyə həm vaxt gedir, həm də videoda daha uzun olacağı üçün ona görə də bütün pulumu ora xərcləməyi düşünmədim. Ona görə də 12 ədəd gələn texnoloji səviyyəsi var, puanı var. Bunun araşdırmanı 20 eləyəcəyik. Ordu baxımını nüfus artışı və ekonomiya verəcəyik. Ekonomini 15 qalanda 12 ədəddə nüfus artışına verəcəyik və çox gözəl bir seri oldu. İndi isə hədəflərimizdən önemlisi artıq dənizin o tərəfinə keçmək vaxtıdır. Altyapılarımızı etdik. İndi qalan son bir ədəd nüfuza da baxırıq. Gürcüstandan aldığımız torpaqlara Kütüphana, bir dənə Tbilisiyə, bir dənə də Qoruya, Qoruda bir dənə universitet ola bilər. Tbilisidə bir dənə universitet. Çox gözəl, yaxşı düşündük bunu və indi isə digər alt yatırımlara baxaq. Gelişmə niyə bu qədər azdır? Gelişmə də bəli, bu da önəmlidir. Hər şeyə baxaq, yəni hər şeyə baxaq, çünki biz tam olaraq hayvan kimi ölkələri fərq edib eləməkdə artırmaq və bitirməyi sevmirəm. Daha real və daha pratik, daha güzel bir yolda, diplomatik yollarla hərəkət etməyi daha çox sevəm. Bir oyun Age of Story tarix oyuncusu YouTube verəyəm. Ona görə də belə bir yollarla da ilərləmək daha yaxşıdır. Altyapılarını düşünmək, bunları da daha yüksək daşıyaq. Biraz pul çox yavaş gedir. Ona görə də ilk öncə mən ekonomi yatırımlarını daha üstün tuturam. Çünki artıq ölkə böyüdü və ekonominin yüksəlməyə zamanı gəldi. 2000 assimilyasiyalar da olandan sonra və gəlişimdən sonra da yüksəlir. 79.000, 80.000, 83, 85.000 çox güzel. 3.000'ə gəldi və artıq yeni yatırımlar eləyib bu gəliri yüksəltmək lazımdır. 13-14.000 çox normal yatırımlar da biraz artıq yavaş bağlar edir. Yəni daha çox yerində bağ kimi deyə düşünürəm. Yəni birdən-birə pul vurub sıfırdan pul vurmaq kimi bir şeydir. Ona görə də hələlik yox. Aman Türkiyə bizi Rusiyaya falan orduya salma, başımıza oynatma. Xahiş edirəm, mən bu savaşda olmalı. Çünki bu bizim üçün təbii ki qardaşlıq üçün hər şey eləyirik, amma biz hələ də özümüz tam olaraq o səviyyəyə, o güzə gəlməmişik. Hər halda İranı alıb, son anda bəli, çox gözəl bir xəbər. Pakistan Əfqanistana girdi və Əfqanistandakı o istikrarsız düzənə bir son verdi və oranı da müsəlmanlar adına, dünya adına çox gözəl xeyirli bir işə xərclədi dostlar. Və 35-ci sıraya gəldik və gördüyünüz kimi nüfuz artışına bir ədəddə gəldi və indi yavaşdan artıq videoda 15 dəqiqəyə gəlir. Pakistana baxaq, Pakistanda bir imzalaya bilmirik. Niyə? Çox çətin məsələdir. Pakistan savaşı oranı ala bilər. Bəli, onda biz ən yaxşısı Əfqanistana Türkiyə ilə birlikdə savaşacaq və Türkiyədə gəldi. Və indi isə Pakistan. Bu biraz bağ olacaq, amma bunu istifadə etməliyik. Pakistanda çağıraq, altın verək. Yəni bu sadəcə bu Age of Story oyununda tək bir zamanda eləyəcək qaldı. Artıq bu heç vaxt bundan sonra olmayacaq. Türkiyə icazə aldı İrandan, oradan gəlir, amma buna ehtiyac qalmadı. Çox gözəl. Və artıq Pakistanda oranı aldı, Əfqanistandakı o istikrarsız düzenine son verdi, tüm kasıb insanlara gücünü, dəstəyini göstərdi, ölkəsini böyütdü, ekonomi və nüfus olaraq
alt yatırımlar olaraq böyütdü və ölkəsini böyük bir səviyyəyə gətirib çıxardı. Çox gözəl, maşallah, çox xoş bir xəbər oldu və Türkiyə ilə də əlaqələr yaxınlaşdı. Bir ittifaq olmaq üçün də artıq yavaş-yavaş səbəblər, əngəllər ortadan qalxmağa başlayır və artıq gördüyünüz kimi çox yaxşı gelişdik, 37-ci səviyyədəyik. Bir sonraki bölümdə də bilirsiniz, artıq daha çox təxmin edə bilirsiniz və hansı, daha çox nələr edə biləcəyimizi də yorumlara yazsanız sevinərik dostlar. Və artıq videonu da burada bitirirəm. Çox gözəl bir bölüm oldu, çox həddindən artıq bol qazanlı bir bölüm oldu. Haydi, o zaman bir sonraki bölümdə görüşənədək sağ olun, salamat qalın.